Bu cümlələrin hər birində kitab sözü eyni formada görünür, lakin ismin fərqli hallarındadır. Birinci cümlədə kitab maraqlı idi. Maraqlı idi nə? Kitab adlı kalındadır. İkinci cümləyə baxaq. Kitab mağazası böyük idi. Böyük idi nə? Kitab mağazası. Biz ötən dərslərimizdə demişdik ki, qeyri-müəyyən yəlik halından sonra həmişə üçüncü şəxsin mənsubiyyət şəkilsini qəbul etmiş söz işlənməlidir. Və bunlar birləşmə hesab olunaraq bir cümlə üzvü olur. Deməli, ikinci cümlədəki kitab mağazası birləşmədir. Kitab sözü qeyri-müəyyən yəlik halında, mağazası sözündəki sı isə mənsubiyyət şəkilsidir. Üçüncü cümləyə baxaq. Kitab aldıq. Nə aldıq? Kitab. İlk baxışda adlı kala bənzəsə də adlı kalı deyil. Qeyri-müəyyən təsirlik haldır və qeyri-müəyyən təsirlik halında olan sözləri müəyyən təsirlik hala çevirmək olur. Kitabı aldıq deyə bilirik. Eyni zamanda nə sualından nəyi sualı ilə əvəz etmək olur. Eləcə də qeyri-müəyyən təsirlik halındakı olan sözlər hər zaman fiilin yanında işlənir. Bunu yadımızda saxlayaq. Birinci cümlədə kitab adlı kalında, ikinci cümlədə qeyri-müəyyən yəlik halında, üçüncü cümlədə isə qeyri-müəyyən təsirlik halında